Ruhun istədiyi bilgiyə, bunu biraz necə deyə bilərsən? Ruhun istədiyi bilgi. Ruhun belə deyim də, məsəl üçün hər bir insanın özünə görə gəldiyi bilgi və təcrübəsi olur. Məsəl üçün mən gəlmişəm, məsəl üçün deyirəm də, keçmiş həyatımda 3-cü sinifə kimi oxumuşam. Mən indi 4, 5, 6, 7 çatsam 11-ə kimi oxuyacam. Gəlir o həmin hissəni missiya qoyur, həmin missiyanı keçir. Adam da var ki, artıq magistrdir. Magistrdir, yəni gəlib yüksək ruhlu adamdır. Bunu aparıb salırlar ki, sən get, nə bilim, riyaziyyat müəllimi ol. Bu magistr deyə, bu riyaziyyat, bu məntiqi şeylərlə, bu yaradıcı adamdır. Bu ən yaxşı halda rəssam və ya memardır, və yaxud da rejissordur, və yaxud da artistdir. Yəni, yaradıcı insanların çoxsu baxsaz, yüksək ruhlu adamlardır. Sadəcə onların da həyatlarında, o sosial həyatlarında alınmayan şeyləri dünya görüşünə bağlıdır. Adamlar o xoşbəxt tərəflərini tapırlar həyatlarında, o yaradıcı tərəfini. Bu tərəfini yerləşdirə bilmirlər. Yəni, ümumiyyətlə bir şey bilmək lazımdır ki, insan 3 fərqli qütbə ayrılır. Bir ruhi, yəni bu bizim bu yüksəklikdə gedən belə də xətt çəksək əgər, bu xəttədir. Bu sosialdır, qulaqlarımızdan belə xətt çəksək. Əslində xaç işarəsi də odur həm də, yəni belə eləyirlər. İnsan. Ruhi və bioloji müstəvilər. Bir də önə gedən və belə çəksək oxu belə, bu da insanın cismani bioloji müstəvisidir. 3 müstəvinin bütünlüyündən yaranır insan və bu 3 müstəvinin balansını qorumaq lazımdır. Birini əskiklik verəndə artıq o çarx işləmir də, o həmin o 3 dediyimiz 3-dən biri axsayanda adamlar var ki, onun üçün problem deyil. Məsələn, Səttar Bəhlulzadə. Onun ruhu yəni bir havalarda uçan bir adam idi, yəni əsərləri var idi. Onun üçün sosial həyat sıfır mahiyyət kəsb eləyirdi. Ya Əliağa Vahid olsun, ya Hüseyn Cavid olsun, Nəsimis olsun. Yəni baxırsınız ki, bu adamların, yəni ya peyğəmbərlərimiz olsun hamısı. Yəni o səviyyə elə bir səviyyədir ki, sən bütün kainatla vəhdətdə olursan, sənə buradakı hansısa iPhone, nə bilim hansısa bir maşın belə boş bir şey kimi gəlir. O dəyəri yoxdur sənin üçün. Mən bir dənə çox uzun illərdir bundan qabaq biz əvvəl Yeni Günəşdə qalırdıq 10-cu mərtəbədə. Oradan belə aşağı baxdım, həyətdə də qonşular biri ev tikir, biri ilə maşınla erir. Hamı o maddiyyatın içində qayma-qarışıqlıqdadır. Yuxarıdan belə baxdım və kimsə daşı çıxardır, ora qoyur, daşı qazırlar, sonra ora başqa daş qoyub qaldırırlar. Belə bir o vaxt sosial şəbəkələrdə var idim, sonra çıxdım. Orada yazmışdım ki, əslində biz daşların fərqli formaya salınmış şeylərdən ötürü həyatımızı tükətirik, xərcləyirik. Yəni belə götürəndə hər şey daşdan əmələ gəlib də, daşın müxtəlif formalarıdır da bu. Biz ondan ötürü bütün həyatımızı xərcləyirik. Hə, sual gəlir ki, bəs sosial həyatı neyə, bu rutinləri necə yaşayaq? Təbii dünya görüşü ilə getdikcə addım-addım. Artıq sən elə bir səviyyəyə gəlib çatırsan ki, sənin dünya aləm vecib olmur. Dünya aləm vecib olmur. Hə, olmur. Necə uşağın sənin vecin olmasın? O mənada yox. Hə. Səndə narahatlıq qalmır. Sən rahatsan artıq. Sən bilsən ki, sən əmin əllərdəsən. Sən qoruyur səni. Təbiət, kainat yaradan. Həmişə? Həmişə. Hər yerdə? Hər yerdə. Bəs narahatçılığı bizə verən kimdir? Biz özümüz. Yanlış dünya görüşü. Axı içimizdədir o bizim. Düzəlməyib də. Düzəlməyib. Yəni həmin gəlib çıxırıq uşağın oyuncaq ağlamasına. Əvvələ. Bəli. Biz hələ böyüməmişik. Böyüyəndə artıq hər şey rahat olur. Məsəl üçün mən bura gəlirdim. Siz mənə konum atmışsınız da, maşından gəlirəm. Bu dəfələrlə olur. Bu sadəcə gərək mən bir də video çəkim. Sadəcə yeyəni özü qəsdən eləyib də. Mən gəlirəm. Mən bilirəm ki, burada maşın saxlamaq çətin məsələdir. Yer tapmaq çətindir. Ona əminəm də, yəni məntiqi tərəfdən. Amma o tərəfdən bilirəm ki, mütləq şəkildə mənim üçün orada yer var. Mən qabaqda saxlamaq istəyirdim. Məntiqlə düşünürəm də. Birinci məntiqə girdim ki, bir dənə boş yer olsun, saxlayım. Biraz uzaq saxlayım, amma qoy yer olsa girim. Heç bir yeri olmaz. Sonra birdən ağlıma gəlir ki, Ayırkin, sən axı böyümüsən. Sənin üçün yer var da, sən nədən narahatsın? Gəldim, yeri saxladım və uşaqlara şəklini də çəkdim. Dedim, baxın uşaqlar, zeytun ağacının altında
Mənim üçün yer saxlayıblar. Gəldim düz burada yaxınlıqda maşını saxladım. Halbuki çox qabaqdan mən məntiqlə yer axtarırdım. Müxtəlif mövzularda suallarınıza cavab tapmaq istəyirsinizsə, Erkin qiyası ilə quyuya enerji tökməklə dolmaz. Zərrə içində zərrə, xoşbəxtlik formulu, təbii valideyn-övlad münasibətləri necə olmalıdır və arzuların gerçəkləşməsi texnikası adlı vebinarlarımızı əldə edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun.